أنا مسلم وأقولها ملء الفؤاد وفي حنايا الأضلع. أنا مسلم بيني وبين الله. بسم الله الحمد لله وحده والصلاة والسلام على من لا نبي بعد. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Kitab-ı Tevhid 10. bab. Allah'tan başqasına qurban kəsmək haqqında. Müəllif rahimehullah bu barədə Allah Azza və Cəllənin Əl-Ənam surəsi 162 və 163-cü ayətini nəql edir və deyir ki, uca Allah buyurur: Əuzu billahi minəşşeytanirracim. Qul inne salati ve nusuki ve mehyaya ve memati lillahi rabbil alamin. La şerike leh. De, şübhəsiz ki mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir şəriki yoxdur. Əl-Ayə. Əl-Kəvsər surəsi 2-ci ayətdə isə Allah subhanahu və teala belə buyurmaqdadır: Fəsalli li rabbikə vənhər. Əl-Ayə. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs. Davamında isə Müslimdə keçən bir hədisi gətirir. 1978-ci hədis. Ən Ali ibn Əbu Talib radiyallahu anhu qalə: Həddəfəni Rasulillahi sallallahu aleyhi və səlləmə bi'arba'i kelimatin. La'nallaha men zebaha li gayrillah. La'nallaha men la'na walidayhi. La'nallaha men awa muhdisan. La'nallaha men gayyara manaral ardi. Ali ibn Əbu Talib radiyallahu anhu rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm mənə 4 şey söylədi. Allah'tan başqasına qurban kəsənə Allah lənət etsin. Valideyninə lənət edənə Allah lənət etsin. Bidətçiyə sığınacaq verənə Allah lənət etsin. Yer üzünün sərhədlərini dəyişənə Allah lənət etsin. Əhməd Əz-Zühddə, Əbu Nuaym Əl-Hilyə əsərində, İbn Əbu Şeybə Əl-Musannəf əsərində bu hədis yer almaqdadır. Hədis isə belədir: Və an Tariq bin Şihab ən Rasulullah sallallahu aleyhi və səlləmə qalə: Dəxaləl cənnə rəculun fi zubabin və dəxalən nər rəculun fi zubabin. Qalu: Və keyfə zəlikə ya Rasulullah? مر رجلان على قوم لهم صنام لا يجوزه أحد حتى يقرب له شيئا فقالوا لأحدهما قرب قال ليس عندي شيء أقربه قالوا له قرب ولو ذبابا فقربا ذبابا فخلوا سبيله فدخل النار فقالوا لآخره قرب فقال ما كنت لأقرب لأحد شيئا دون الله عز وجل فضربوا عنقه ودخل الجنة. Tariq İbn Şihab rivayet edir ki, Rasulullah sallallahu aleyhi ve sellem demiştir: Bir kişi milçəyə görə cənnətə daxil oldu, bir kişi də milçəyə görə cəhənnəmə daxil oldu. Dedilər ki, bu necə olub ey Allahın Rəsulu? Dedi ki, İki kişi bütləri olan bir qövmün yanından keçirdilər. O büt üçün qurban kəsmədikcə heç kəs onun yanından keçib gedə bilmirdi. Onlardan birinə dedilər ki, qurban kəs. O dedi, mənim qurban kəsməyə heç nəyim yoxdur. Dedilər ki, bir milçək belə olsa qurban et. O milçəyi qurban etdi, onlar da onu sərbəst buraxdılar. Və o cəhənnəmə daxil oldu. Digərinə isə dedilər ki, qurban kəs. O isə dedi, mən Allah Əzza və Cəllədən başqa heç kəsə qurban kəsən deyiləm. Beləliklə onu boynunu vurdular və o cənnətə daxil oldu. Əhməd Əz-Zuhd əsərində bunu rəvayət edir. Subhanəkallahumma və bihamdik əşhədu ən la ilahə illə ənt əstəğfiruka və ətubu iləyh.